Bismillah. Bürclərin 5 fevrala ən düz proqnozu. Qoç. 5 fevralda ani xəbər və təkliflər var. Pul məsələlərində risk alma. Axşama doğru gözlənilməz xərclər çıxa bilər. Boğaz. Sənin günündür. Gün pul axını, borcun qaytarılması və ya gözlənilməz qazanc ehtimalı yüksəkdir. Sakit amma məhsuldar gündür. Əkizlər. Söz söhbətə fikir vermə. Pul məsələsində aldadıcı vədlər ola bilər. Yazılı sənədsiz işə girmə. Xərçəng. Köhnə mövzu yenidən açılır. Maddi baxımdan təxirə salınmış qazanc gəlir. Axşam saatları şanslıdır. Şir. Pul qapısı açılır, amma tələsmə. Bir qərar səni uzun müddətli qazanca aparacaq. Qız. Hesab kitab günüdür. 5 fevral pul planı qurmaq üçün idealdır. Lazımsız xərcləri kəsməlisən. Tərəzi. Birindən maddi dəstək və ya təklif gələ bilər. Qərarsız qalma, yoxsa fürsət əldən gedər. Əqrəb. Gizli qalan məsələ üzə çıxır. Pul mövzusunda qalib çıxırsan, amma emosiyanı işə qatma. Oxatan. Yol, sənəd və ya uzaqdan gələn pul xəbəri var. Günün ikinci yarısı şansın artır. Oğlaq. Əmək qarşılığını almağa başlayırsan. 5 fevral real qazanc günüdür. Amma çox paylaşma. Dolça. Yeni fikir, yeni pul. Texnologiya, onlayn iş və ya fərqli qazanc yolu görünür. Balıq. İntuisiyan güclüdür. Pul məsələsində ürəyinə güvən. Amma emosional xərclərdən qaç.